Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli müəllimlər, Azərbaycan Respublikasının Təhsil İnstitutu, eləcə də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi. Biz müəllimlər olaraq bəzi məsələlərdə haqlı olaraq irad və yaxud tələblərimizi bildirmək istəyirik. Azərbaycan Respublikasının Təhsil İnstitutunun sonuncu olaraq müəllimlərin sertifikatlaşdırılması ilə bağlı təqdim etdiyi suallarda bizi qane etməyən bəzi məsələlər var. Və bunu xatırlatmaq istəyirəm ki, cənab nazir özü brifinqlərdə şəffaflığı təmin etməkdən ötürü təhsil verənlər və jurnalistlərin qarşısında açıq şəkildə brifinqlər təşkil edir və şəxsən özü sualları cavablandırır. Düşünürəm ki, cənab nazirin etdiyi bu davranışı digər qurumlar da etməlidir. Məsələn, Azərbaycan Respublikasının Təhsil İnstitutu imtahan mərkəzi yaratmaq istəyirsə, şəffaflığı təmin etməlidir ki, imtahana çəkilən mən şəffaf olmayan bir məsələnin, mənə aydın olmayan bir məsələnin olduğunu düşünmür. Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən çərçivə sənədi təqdim olunur. Lakin təlimatlar spesifik olaraq verilmir. Biz müəllimlər olaraq həm ixtisas, həm kurikulum üzrə şübhəli və bizə aydın olmayan sualların şəffaf şəkildə təqdim olunub, açıqlama verilməsinin vacib olduğunu düşünürük. Son sınaqdan bəzi nümunələr göstərməklə haqlı tələbimizi sizə bildirməyə çalışacağım. Hansı miyarlarla yoxlayacağınızı deyirsiniz, amma bizim üçün mövcud vəziyyətdə araşdırıb planlayacağımız məsələni, vaxt tələb edən bir məsələni bizim ixtisasla bağlı olmayan inteqrasiyaları ora salmağımızı doğru görmürük. Bununla bağlı bir neçə məsələni diqqətinizə çatdıracağım. İlk öncə, Azərbaycan Respublikasının Təhsil İnstitutunun biologiya müəllimləri üçün inteqrasiya sual belədir. Tapşırın. Sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsi büdcəsi də nəzərə alınmalıdır. İndi burada saxlayırıq. Yəni bizim deyəcəyimiz bu ilk hissə, bizə təqdim olunan bu ilk hissə. Burada bir problem yoxdur. Bunu görürük artıq. Bu hissə olacaq biologiya fənni ilə bağlı bir mövzu. Burada problemimiz yoxdur. Eyni zamanda deyir, şəxsin büdcəsi də nəzərə alınmalıdır. İndi şəxsin büdcəsinin nəzərə alınması hansı fəndə verilir? Bu mövzunu hələ araşdıra bilərik. Biologiyada hansı mövzudadır? Bu texnologiya fənni 9-cu sinif səhifəsində qeyd etmişəm artıq. 13-cü səhifədədir. Biologiya müəllimi imtahana girdiyi anda, həmin anda texnologiya 9-cu sinifdə bu mövzunun olmasını hardan bilir? Və deyirsiniz ki, bu mövzunu tədris edir, bilməlidir. Biz deyirik axı, diferensial yanaşma lazımdır. Bu diferensial yanaşmada hər müəllim eyni formatdanmı, eyni inteqrasiyanı mı edərək dərs keçməlidir? Və yaxud bununla bağlı başqa bir fəndə də var. Bəlkə həmin müəllim daha maraqlı və daha interaktiv metodlarla istifadə edərək, fərqli inteqrasiyalardan istifadə edərək dərsi qurur. Yəni, bunu bilməsi vacib idi müəllimin və yaxud həmin anda imtahan müddətində mən müəllim olaraq fənlər arası inteqrasiya olduğunu müəyyən etməkdən ötürü hansı bilik, texnologiya fənni üzrə bilik bacarığa sahib olmalıyam? Deyək ki, bunu tapmaq çox çətin olmadı. Texnologiya fənni də fikirləşmədik. Burada şəxsi büdcənin nəzərə alınması, yəni əlaqələndirdik, bir fəndən götürdük. Bizim yenə ağlımıza gəlməyəcəkmi? Şəxsi büdcə və qida, bununla bağlı qurulan əlaqə fənüstü inteqrasiyada mı mövcud ola bilər? Yəni, mən texnologiyada mövzunu bilmirəmsə, fənüstü inteqrasiyanı da götürə bilərəm orada. Çünki şəxsi büdcəm, mən aylıq 500 manat maaş alıram. Şəxsi büdcəm budur və qida rasionunu da ondan əlaqələndirib hesablayıram. Texnologiya fənnində bunu olduğunu bilməyən müəllim həyatla əlaqələndirməlidir və fənüstü inteqrasiya götürülməlidir. O zaman mən müəllim olaraq və biz müəllimlər olaraq belə nəticəyə gəlirik. Standartla qeyd olunmayan fənüstü inteqrasiya anlayışı çıxarılsın. Çünki bütün mövzular həyatla əlaqələndirilə bilir. Fənüstü inteqrasiya olmamalı. Çünki onu hansı ki biz standartla qeyd etmirik. Fəndaxili və fənlər arasını qeyd edirik. Və digər tərəfdən fənüstü inteqrasiya çıxarılsın. Artıq fəndaxili inteqrasiyada məzmun xətləri arasında əlaqəni burada görmürük. Biz avtomatik fənlər arası inteqrasiyanı buradan tapa bilərik. Yəni, bunun alternativ bir variantı varsa siz deyin. Mən bildiyim dünya təcrübəsində də fənüstü inteqrasiya anlayışı yoxdur. Fənüstü çünki bütün mövzular həyatla əlaqəlidir və bunu mən həyatla rahatlıqla əlaqələndirə bilirəm.
ve texnologiyanın içerisinde olduğunu indi mən tarix müəllimi olarak demeyeyim, fizika, biyologiya müəllimləri də bunu məncə mövzunu bilməsi vacib deyil. Dərsi planlayarkən araşdıra bilər və orada müəyyən edə bilər. Hansı ki bir müəllim kitabı qoysun qarşısına bizim üçün bu vəziyyətdə testlər hazırlasın, məncə bu ədalətli deyil. Və həmin imtahan müddətində, stressində, həyəcanında müəllimin bunu haqlı olaraq səhv yazması, nə bilim. Bir sualımız burada. Digər tərəfdən fizika müəllimləri, bu da 2025-ci ildə siz evdə suyu elektrik çaydanında bir neçə dəfə qaynadırsınız. Bir neçə dəfə. Gün ərzində bu proses üçün elektrik enerjisi sərfiyyatını və bunun ailə büdcəsinə nə qədər təsir etdiyini müəyyənləşdirin. Tapşırıq inteqrasiyanın hansı növünü özündə əks etdirir? İndi biz baxaq. Burada da ailə büdcəsi və buna nə qədər təsir etdiyini müəyyənləşdirir ifadəsi var. İnteqrasiyanın növü. Yenə də fənlər arası çıxıb. İndi biologiya və fizika müəllimləri, bu sualı tərtib edən müəllimlər həmin imtahan müddətində texnologiyada bu mövzunun olmasını yenə hardan müəyyən etsin? Deyərsiniz, fizika müəllimi də bu mövzunu əlaqələndirsin, yenə də buna cavab verirəm. O müəllim sizdən daha təcrübəli ola bilər və daha təcrübəli olmasın. Öz şagirdlərinə uyğun fərqli bir, onların həyatı ilə bağlayacağı, daha fərqli bir inteqrasiya edə bilər burada. Yəni, bunu bilməsi həmin imtahan anında vacib olan bir şey deyil və bu ölçülməməlidir. Yenə də bunu həyatla əlaqələndirilə bilər. Hansı ki, yalnız fənlər arası da var, yalnız fən üstü də var. Yəni, bizim məqsədimiz müəllimləri ilə ancaq səhv mi etdirək, yoxsa onun ixtisasla bağlı bilik bacarığını ölçək və pedaqoji bacarığını ölçək. Məncə buna da bir açıqlanma gətirməlidir və bunlar imtahanda nəzərə alınmalıdır. Digər tərəfdən, bizə verilən, yəni təlimatlara uyğun olmayan bir informatika sualı deyim sizə. Hansı ki, haqlı olaraq müəllimlərimizin dediyi bir şey var. Biz taksonomiyanın mərhələlərini keçirik. Burada tətbiq etmək mərhələsi öyrəndiklərimizin həyata keçirilməsidir. Və konkret cümlələrlə bunu ifadə edə bilir sualda. Və anlamaq mərhələsi təbii, anlamasaq tətbiq edə bilmərik. Deməli, tətbiqin içərisində anlamaq da olur. Cavab anlamaq götürülür. Gəlin, bura baxaq. Yəni, hər bir müəllimin təxəyyülünün izahı lazım deyil. Açıqlama, izah budur. Öyrəndiklərimizi həyata keçiririksə tətbiqdir. Tətbiq bu deməkdir. Öyrəndiyini həyata keçirir. Cavab anlamaq çıxıb sualda. Sual belədir. Aşağıdakı problemi proqramlaşdıraraq həll edin. Konkret bizə göstərici verildi. Problemi proqramlaşdıraraq həll edin. İndi mən proqramlaşdıraraq həll edin tapşırığını gördüm. Aşağıdakı tapşırıq nə olur olsun. Təlimatı verdi, proqramlaşdır və həll et. İndi təlimatı artıq iki nöqtə arasında məsafəni hesablamaq üçün Pifagor teoremindən istifadə edən bir proqram hazırlayın. Biz artıq burada göstəricilər və texniki tələblər verilir. Texniki tələblər də dekoordinasiya daxil edilməlidir, nöqtə. Biz müəllim olaraq, haqlı olaraq bunu demək istəyirik. Yəni, təlimatı yerinə yetirmək üçün tələblər verilirsə anlamaq olur, verilmirsə tətbiq olur. Biz tətbiq və anlamağı necə fərqləndirək artıq burada? Bununla bağlı da bir açıqlama verilməsini istəyirəm. Yəni, biz bilmirik, siz bizi onu öyrədin və biz ona görə imtahanda necə cəlb olunacaq, hansı suallarla qarşılaşacaq və necə yanaşma irəli sürməliyik bunu bilək. Hansı ki, verilən izahlar da budur. Öyrəndiklərinin həyata keçirilməsi tətbiqdir. Bizə nə deyir? Aşağıdakı problemi proqramlaşdıraraq həll edin. Deyək ki, burada təlimat verilirsə anlamaq olur bu. Anladığını yoxlayır və anlamalıdır ki, tətbiq etsin. Axı zəncirvari əlaqə var orada. Biz xatırlamırıqsa anlaya bilmərik. Anlamırıqsa tətbiq edə bilmərik. Buna da bir haqq qazandırın. Zəhmət olmasa bununla da bağlı bir izah verilsin. Bizə aydın olsun və imtahanda necə yanaşacağımızı bilək. Digər tərəfdən, başqa bir keçən ilin sualını görsədəcəm. Bu da bizim suallarımız deyil. Bu da Azərbaycan Respublikası Təhsil İnstitutunun riyaziyyat müəllimlərinin sertifikatlaşmasında verdiyi sualdır, sertifikasiyasında verdiyi sualdır. Sual da oradan götürülür. Bu 2024-ün sualıdır, 24. Telefon şirkətlərindən biri aylıq olaraq 10 manat və nöqtə artıq sual buradadır, oxuya bilərsiniz. Bu sualı verir. Bizdən hesablama bacarığı istəyir. Sadəcə mövzu həyatdan götürülür və cavab olur yalnız fən üstü inteqrasiya. Bunu həyatla əlaqələndirə bilir. Büdcə məsələsini həyatla əlaqələndirə bilmirik ki, bəs.
Bizim tələbimiz haqlı iradlarımıza, imtahanda qarşılaşdığımız suallara nə münasibət bildirməliyik, sualda nəyi görüb, nəyi axtarmalıyıq. Bunlarla bağlı bizə bir açıqlama verilməsini istəyirik. Sağ olun, Allah'a əmanət qalın.